Salam dostlar, necəsiz? Kanalım yenidir. İlk kanal açmışam dünənlərim. İnşallah ki, hər birimiz üçün xeyirli, düşərli olar. İnşallah axıra kimi davam etməyi bacararam. Bu gün ilk dəfə həm səsli olaraq video çəkirəm, həm də ilk dəfə toxunma videosu çəkirəm. İlk videomdur yəni. Hardasa danışığımda falan səhvim olsa üzrlü hesab edin. Kanalım yenidir. Abunə olub, yorum yazıb, bəyəni atıb, dəstək olsanız hər birinizə çox sağ olun deyirəm. Mən öncədən təşəkkür edirəm hər birinizə. İnşallah dəstək olarsınız və inşallah ki, faydalı bir video çəkə bilərəm. Yeni toxunma qaydasını, toxunmanı yeni öyrənən insanlar üçün bu videonu çəkirəm. İnşallah ki, bir faydası olar, öyrədə bilərəm. Milçə ilə toxunma, yəni həm kilçok gedir, həm milçə gedir. Milçə də deyilir, kilçok da deyilir. Milçə ilə necə toxunur, onu göstərim. İlk olaraq zincir, milçə ilə zincir necə atılır, onu göstərirəm. Yəni göstərəcəm. Videoda hal-hazırda görürsünüz. Zinciri necə çəkirlər. İlk öncə zinciri çəkirik. Sonra isə sıx ilmə necə toxunulur. Sıx ilməni göstərəcəm. Göstərəcəm sizlər üçün. Burada üzrlü sayın, qızım video çəkibdir və ilk dəfə olduğu üçün qızımın əsərək düşüb. Yəni ekran əsərək düşüb da, düzgün düşməyibdir. Bunun üçün üzr istəyirəm. Gələn növbəti videolarda inşallah bu səhvimi düzəldərəm. Çünki bu səfər düzəltmə şansım yoxdur. Ona görə də bugün videonu paylaşmaq üçün elə bu video ilə davam edirəm. Burada sıx ilmə necə toxunur onu göstərirəm. Hal-hazırda görürsünüz sıx ilmə. Sıx ilmə yəni üzərinə ip almadan ilmədən ipi götürürük. Eyni səfərdə 2 ilməyi birdən çıxardırıq. Yəni buna sıx ilmə deyilir. Üzərinə ip almırıq. Sonra bunu toxuyuruq. Sonra sizlər üçün sökürəm. Əsas məsələ mənim üçün, yəni öyrətmək üçün sökürəm, toxuduğumu sizə göstərmək üçün. İndi isə yerindən zincir atıram. Burada isə zincir atandan sonra ikili trabzan. İndi isə ikili trabzan toxuyuruq. İkili trabzan necə toxunur? Yəni ikili trabzan, yəni üzərinə ip alırıq, 2 səfərdə çıxardırıq. Bir ilmədə 2 səfər ilmə çıxardırıq, 2-2. Buna ikili trabzan deyilir. Hal-hazırda görürsünüz, milçəni üzərinə ip alırıq, ilməyə salırıq, çıxardanda 2 ilməyi birdən çıxardırıq, sonra 2 ilməyi bir çıxardırıq. Yəni bir səfərə çıxartmırıq. Bu ikili trabzan 2 səfərə çıxarılır. Buna ikili trabzan deyilir. Görürsünüz inşallah ki, aydın şəkildə. Burada isə zinciri, ilməyi, artıq qalan ipi ilmələrin arasında gizlətməyə çalışdım. Amma bu kənarda olduğu üçün, həm də düz hörgü olduğu üçün videoda yaxşı çıxmayacaq, videoda yaxşı düşməyəcəkdi deyə, ümumiyyətlə toxunmada yaxşı görünməyəcəkdi deyə, ona görə gizlətməməyə qərar verdim. Növbəti videolarda inşallah ki, onu da göstərərəm. Necə gizlətmək lazımdır artıq qalan ipləri ilmələrin arasında. İndi isə bunu sökürəm yenə təkrar sizə göstərmək məqsədi ilə təkrar yenə zincir çəkirik. Burada zinciri təkrar yenə necə çəkilmək olur onu göstərirəm. İndi isə yarım trabzan necə toxunulur onu göstərəcəm. Yarım trabzanda üzərinə ipin, milçənin üzərinə ip alırıq. İp alandan sonra eyni ilməyə milçəni salırıq, ipi çıxarırıq və 3 ilməyi birdən çıxardırıq. Yəni 2-2 kəsmədən ya sıx ilmə olmadan 3 ilməyi birdən çıxardırıq ipin içindən. Buna isə yarım trabzan deyilir. Bunu da yarım trabzanı da belə bir milçənin içindən 3 ilməyi birdən çəkərək çıxarırıq. Belə dostlar, inşallah ki öyrədə bildim. İnşallah ki öyrənə bildiniz. Yeni öyrənənlər üçün çəkdim videonu. İnşallah ki faydalı bir video oldu. Əgər bəyənsəniz, bəyənib dəstək olsanız sevinərəm dostlar. Çox sağ olun.